Qurdu nəcisdə yoxsa qanda yoxlayaq? Təbii ki, ən informativ üsul bizim üçün nəcis analizidir, ancaq heç də həmişə nəcisdə qurd yumurtalarını aşkar etmək mümkün olmur. Əgər qurd yumurta tökmə mərhələsində deyilsə və bəzi parazitlərdə erkək və dişi fərq ayrı olduğu üçün erkəklə yoluxma varsa orqanizmdə yalnız, burada da biz qurd yumurtalarını aşkar etməyəcəyik. Bu zaman əgər şübhə varsa ki, bu uşağın orqanizmində qurd var, onda qan analizinə üst tuturuq. Qan analizində də əgər uşaqlar əvvəllər qurd müalicəsi götürməyiblərsə, onda qan analizi bizə informasiya verə bilər. Nəcis analizini götürən zaman dediyim kimi nəcisin 5 dənə fərqli yerindən götürürük və 3 gün fasilələrlə və bəzən isə hətta nəcisdə qurdların antigenlərini də yoxlama məsləhət görülür. Buna görə də öz başınıza nəcisdə qurd çıxmayıb, uşağımın qurdu yoxdur və yaxud da qanda qurd var, qurd müalicəsi götürməyi məsləhət görmürəm.